Təxminlərə görə 645 milyondan çox insan rifahını yaxşıya dönüşdürmə potensialına sahib bu sirləri bilmir. Başın ağrıyırsa banan ye, qəbizsənsə alma ye, boğazında qıcıqlanma varsa bal ye, dişlərin ağrıyırsa mixək çiynə, yorğun hiss edirsənsə portağal ye, gecə yata bilmirsənsə kivi ye, qan şəkərin aşağıdırsa xurma ye, mədən şirkindirsə qatıq ye, saçların qurudusa bibər ye, yaddaşın zəifdirsə süd iç, stresi azaltmaq üçün yaşıl çay iç, bədənin susuz qalıbsa xiyar ye, ayağında şişkinlik varsa armud ye, üzünün parıltılı görünməsini istəyirsənsə kök ye, həzmi yaxşılaşdırmaq üçün zəncəfil tükət, immuniteti gücləndirmək üçün reyhan yarpaqları çeynə, görmə qabiliyyətini yaxşılaşdırmaq üçün qırmızı alma ye. Bu sirləri sadəcə özündə saxlama. Bəyən, abunə ol və dostlarınla paylaş ki, faydalı məlumatlardan yararlana bilsinlər. Biz bacardığımız qədər bitki mənşəli vasitələrlə insanlara köməklik göstərməyə çalışırıq. Sən də nə problemin varsa mesaj bölməsindən bizimlə əlaqə saxla, sənə də köməklik göstərməyə çalışaq.